çoxdan gözlənilən qadağa reallaşdı. İlham Əliyev informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna dəyişikliyi təsdiqləyib. Kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlara görə artıq cərimələnə və ya həbs oluna bilərsiniz. Əxlaqsızlığı təbliğ, İctimai mənəviyyatı, milli mənəvi dəyərlərə, açıqca hörmətsizlik, əxlaqsız ifadələrin, İctimai əxlaqa, Nalayiq jestlər, ictimai mənəviyyatı həbs cəzası. Hakimiyyət mediası ötən ilin dekabrından Milli Məclisdə müzakirə edilən dəyişiklikləri sosial şəbəkə xaosu ilə mübarizə və uşaqların müdafiəsi kimi anlayışlarla izah etməyə çalışır. Bəs əslində nələr baş verir? İnsan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsi ifadəsi qeyri-müəyyənliyin göstəricisidir. Məsələn, İlham Əliyev üçün bədənin hansı formada göstərilməsi əxlaqsızlıqdır? Qanunda ictimai mənəviyyatı təhqir edən, əxlaqsız ifadələr və ya milli mənəvi dəyərlərə zidd kimi ifadələrin konkret hüquqi tərifi yoxdur. layihədə istifadə edilən ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər, əxlaqsız ifadələr, milli mənəvi dəyərlərə zidd kimi anlayışlar geniş və şərhə açıq olduğundan onların normativ izahlarda və ya əlavə qaydalarda daha aydın və konkret şəkildə açıqlanması məqsədə uyğun olardı. Fransız filosof Michel Foucault deyirdi ki, müasir dövlətlər təkcə əraziləri deyil, həm də insan bədənini idarə etmək istəyirlər. Normalda qanunun dəqiq sərhədləri müəyyən edilir ki, vətəndaş nə edəcəyini və etməyəcəyini bilsin. Amma burada məqsəd sərhəd yox, qorxu zonası yaratmaqdır. Əgər qanunda döş qəfəsinin 30% göstərildikdə yazılsaydı, siz məhkəmədə ekspertiziya tələb edib 29% ilə bəraət ala bilərdiniz. Amma əxlaq normalarına zidd ifadəsi subyektivdir. Qərarı verən polis və ya hakim həmin gün necə istəsə, bu rezin qanun da o cür işləyəcək. Beləliklə, icraçı sonsuz səlahiyyət alır. İlham Əliyevi tənqid etdiyiniz günün səhəri sizi döş qəfəsinin 30%-ni göstərdiyiniz əsas gətirilib, əxlaqsız elan edə, cəriməliyə və ya həbs edə biləcəklər. Qanunun hüdudları bəlli olmayanda insanlar özlərinə polislik etməyə başlayırlar. Vətəndaş düşünməli olur, bəlkə bu şortik çox qısadır, bəlkə bu rəqs çox təhrik edicidir. Nəticədə dövlət hər kəsin başına polis dikmədən insanların beynində polis postu qurur. Müstəqil ekspertlər və hüquqşünaslar xəbərdarlıq edirlər ki, əxlaq pərdəsi altında əsas hədəf internet üzərində nəzarəti tam ələ almaqdır. Avtoritar rejimlər gülüşdən və satiradan qorxurlar. Bu qanun siyasi məzmunlu memeləri, karikaturaları və ya tənqidi videoları paylaşanları etik normaları pozmaq adı altında susturmaq üçün istifadə edilə bilər. Qanunun əsas hədəfi isə özünü senzura sayılmalıdır. Cərimələrin yüksək olması və həbs təhlükəsi insanlarda qorxu yaradır. Vətəndaşlar hökuməti tənqid edən və ya sadəcə fərqli düşüncəli bir paylaşım etməzdən əvvəl görəsən bunu əxlaqsızlıq kimi qələmə verib məni tutarlarmı deyə düşünməyə başlayırlar. Nəticədə cəmiyyət öz-özünü susturur. Bu qanun çox güman ki, hamıya şamil edilməyəcək. Hakimiyyətə loyal olanlar istədikləri kimi davranacaq, lakin müxalif fikirli insanlar ən kiçik etik pozuntuya görə sərt cəzalandırılacaqlar. Əxlaq subyektiv bir anlayışdır və hər formada yozula bilər. Bu dəyişiklik dövlətə xoşa gəlməz istənilən səsi əxlaqsız damğası ilə susturmaq üçün hüquqi baza yaradır. Məqsəd təkcə söyüş söyənləri yığışdırmaq deyil, həm də informasiya məkanını idarə olunan hala gətirməkdir. Bu tip əxlaq qanunları həm də klassik populist gedişdir. İqtisadi və ya sosial problemlər artanda cəmiyyətə atılan ən yaxşı yayındırıcı vasitə əxlaqımızın əldən getməsi mövzusudur. Bu, mühafizəkar kütləni rejimin ətrafında birləşdirir və tənqidi səsləri əxlaqsızlar kimi marjinallaşdırır. Bu qeyri-müəyyənlik hüquqi xəta deyil, siyasi strategiyadır. Bu, idarəçilərə qaydaları oyunun gedişatına görə dəyişmək, istənilən adamı cəzalandırmaq və cəmiyyəti daim gərginlikdə saxlamaq imkanı verir. Bədən artıq sizin şəxsi mülkiyyətiniz deyil, rejimin mənəviyyat poligonudur.
Bu yaxınlarda reper Elşad Xusiyə Bayır şəhərin sökülməsinə diqqət çəkmək üçün bu videonu paylaşmışdı. Görək, yeni gələn 26-cı ildə yeni məkanlar tapa bilirikmi? Yeni Yasamal rayon məhkəməsinin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 510 döymə və 535.1-ci polisin qanuni tələbinə tabe olmamaq maddələri ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs olundu. Azərbaycanda polisin qanuni tələbinə tabe olmamaq illərdir müxalifləri əsas şərləmə vasitələrindən biri hesab edilirdi. Yeni dəyişiklik hakimiyyətə, polisə imkan verir ki, o etiraz potensialı gördüyü hər şəxsi daha asan və daha hüquqi formada həbs etsin.